Salamlar. Side Effects kanalının yeni videosuna xoş gəlmisiniz. Bugün video başlığından gördüyünüz kimi likvidasiya anlayışı haqqında danışacağıq. Vaxt itirmədən keçək videoya. Deməli, likvidasiya anlayışı nədir? Çox traderin gözündə likvidasiya anlayışı pul deməkdir. Yəni marketdə yığılıb qalmış pulların ələ keçirilməsi. Yəni gündəlik olaraq bizim day trader olaraq məqsədimiz gündəlik bazarda dönən 7-8 trilyon dollardan çox kiçik bir hissəsini ələ keçirməkdir. Yəni oradan bir qazanc götürməkdir. Biz bu böyük valyutaların, böyük necə deyim, maliyyələrin yerlərini dəyişdiyi vaxtlarda onlara hərəkəti keçirənlərlə birlikdə hərəkət etməyə çalışırıq. Yəni ümid edirəm izah eləyə bildim fikrimi. Yəni bizdən əlavə marketdə çox böyük pullarla işləyən, çox böyük maliyyə imkanlarına sahib olan şəxslər var. Onlara şirkət sahibləri, firm sahibləri, məsələn, çox böyük yatırımcılar və s. qeyd eləmək olar. Yəni onlarsa bazarda əməliyyat alan zaman çox sadə şəkildə əməliyyat almırlar. Onlar üçün gərək vəziyyət uyğun olsun. Yəni onlar çox vaxt vəziyyəti özləri yaradırlar. Necə yaradırlar bu vəziyyəti? Məsələn, burada bir şey var. Burada bir çəkiliş var. Yəni çəkdiyim bir yapı var, belə deyək. Bu yapıda məsələn görürsüz ki, burada konsolidasiya var. Konsolidasiyanın likvidasiyasını alıb, yəni bu anlayışa biz deyirik. Likvidasiyanı alıb çıxıb yuxarı, ardından görürsünüzmü necə kiçik aşağı doğru konsolidə hərəkət görünür burada. Belə-belə hərəkətlərlə konsolidə eləyir. Sonra gəlir onların hamısının buralar daxil yenə likvidasiyasını toplayır. Biz burada order flow-un ikinci konfirmi deyirik buna. Stopumuzu qoyuruq bura, take profitimizi qoyuruq bura. Yəni əməliyyat da çox rahat şəkildə take profit olur. Yəni order flow-un da aslında məntiqi budur. Yəni likvidasiya anlayışını bu dəqiqə sizə tam aydın deyil təbii ki, onu biraz da gəlin açıqlayaq. Yəni likvidasiya anlayışı odur ki, bazarda həmin o dediyim market makerlər, balinalar əməliyyat almazdan əvvəl çoxlu konsolidasiya saxlayırlar qrafikdə. Bacardıqları qədər çox saxlayırlar ki, bu müddət ərzində burada çoxlu pul yığılsın, alınmağı gözləyən pul yığılsın. Yəni heç vaxt qrafik tam düzünə hərəkət eləmir, yaxud tam aşağı hərəkət eləmir. Yəni belə olan vaxtlarda çox qeyri-adi şeylər deməkdir. Yəni biz elə vaxtda demək olar əməliyyat almırıq. Bizim üçün gərək eyni market makerların gözlədiyi kimi belə bir konsolidasiyalar olsun. Müəyyən konsolidasiyalar olsun ki, biz marketdə əməliyyat açaq. Məsələn, bu axırıncı əməliyyatda göstərim. Keçən videoda az da danışmışdım. Bu videoda həmin əməliyyatı biraz da açıqlayaq. Yəni bu əməliyyatdan sonra əməliyyat almamışam, çünki həftə sonunda gəlib. Görürsünüzmü, burada üzü yuxarı bir hərəkətlə buraların likvidasiyası alınır və biz yenə üzü yuxarı bir hərəkət gözləyirik. Tam 1 gün, 2 gün. 2 gün ərzində burada görürsünüzmü necə likvidasiyalar saxlayıb, heç bir haya almayıb, heç birisi haya almayıb. Yəni ICT baxımından baxsaz buna MMBM deyirlər. Yəni MMBM Venom quruluşu deyirlər buna eyni zamanda. Yəni mən çox ICT trade eləmirəm. Yəni yeni aldığım məlumatlara əsasən bunu deyirəm sizə. Görürsünüzmü nə qədər likvidasiya saxlayıb? Baxın, bura birlik səviyyəsidir. Bura daha doğrusu fraktaldır. Baxın bu hissə. Baxın bu bir fraktaldır. Yəni bunlar hamısı alınmağı gözləyən fraktallardır. Bunlar hamısı alınmağı gözləyən səviyyələrdir. Ona əsasən mən bu əməliyyatı almışam. Görürsünüzmü? Heç birisini almır. Heç birisinə toxunmur. Yəni yuxarı qırıb sonra aşağı düşmür qətiyyən. Burada çox yaxşı pul saxlayır. Yəni bizim likvidasiya anlayışı dediyimiz şey burada yaranan pullardır. Yəni burada pul yaranmalıdır ki, pul yığılmalıdır ki, burada likvidasiya anlayışı, yəni likvidasiya prosesi baş verdiqdə bu pulların hamısı təmizlənsin. Mən isə əməliyyatımı order flow strategiyama uyğun şəkildə buradakı fəvqələrdən təsirlənib range içində entry almışam və üzü yuxarı hərəkət edib ardından üzü aşağı qırıb, yəni buraları az da təmizləməsi yenə mənə bəhs elədi ki, bu əməliyyatın müsbət nəticələr əlcəyinə özündə bir şey yaransın. Yəni heç bir əməliyyat 100-ün 100 əməliyyatı olmur. Yəni burada hər şey ehtimallar üzərinə işləyir. Ehtimallar isə biz özümüz yaradırıq. Yəni bizim ehtimal görüş qabiliyyətimizdən asılıdır hər şey. Burada biraz qarışıqlıq oldu. Ümid edirəm başa düşürsüz. Yəni burada likvidasiyalar yarandı, konsolidasiya yarandı, burada pul yarandı. Mən də strategiyama uyğun şəkildə bu pulların alınmasını gözləyən market makerlar kimi eynən buradan bir əməliyyat açmışam və gördüyünüz kimi üzü yuxarı sərt şəkildə yüksəliş eləyib, yəni yuxarı aşağı düşsə də yenə də buradan likvidasiyalar görürsünüzmü? Bura alınmır, bura alınmır, bura alınmır, yəni almır. Bu da üzü yuxarı hərəkət eləyir. Gələcəyə baxsaq, məsələn, burada nə qədər alınmağı gözləyən fraktallar saxlayır. Bəlkə gələcəkdə buradakı fəvqələrə gəlib, buradan təsirlənib üzü aşağı düşə bilər. Yəni bunlardan hələ ki bunlara demək üçün tezdir. Hazırda gördüyünüz kimi, yəni yeni müharibələr və s. baş verir. Bazarda hər şey çox dəyişəcək. Bu gün bazar günüdür. Bu gün 1 martdır. Yəni çox şey dəyişəcək birinci gün, yəni sabahları çox şey dəyişəcək. Ondan əlavə likvidasiya anlayışını ümid edirəm müəyyən qədər başa düşdünüz. Onlardan önəmli likvidasiya səviyyələri var. Biz əsasən likvidasiya səviyyələrini 2 cür bizim üçün önəm daşıyır. Birinci sessionların high low-dur. Yəni keçən videoda sessionlar haqqında video çəkmişdim. Asiyadır, Frankfurtdur, Londondur, New Yorkdur. Deməli bunlardan danışmışdıq. Məsələn, burada New Yorkun high ilə low-unu işarətləmişəm mən.
Məsələn, burada bir flow yaranmaq kimi bir şey ola bilər məsəl üçün. Hazırda hər şey üçün tezdir, çünki müharibənin təsirləri hələ ki bazarda görünməyib. Təsirlənəndən sonra biz əməliyyata baxarıq. Böyük ehtimal 1-2 gün əməliyyat açmayacaq. Deməli, məsələn, burada bir low var, burada bir high var. Bunlar məsələn önəmli likvidasiya səviyyəsi demək olar. Yəni sessionların high low əsasən, məsələn, burada bir low high var, burada bir low var. Məsələn, bunlar alınmayıb. Sonra bura gəlsək, məsələn, burada bir session high low, məsələn, Asiyanın high, Asiyanın lowu görürsünüzmü nə qədər fərq var arasında. Yəni bunların likvidasiyası, yuxarının likvidasiyası məsələn alınmağı gözləyir. Üzü yuxarı hərəkət davam eləsə, yəni bura ideal bir səviyyədir ki, yəni bizim hədəfimiz kimi buranın likvidasiyası alınmasını istəyirik. Məsələn, ideal bir hədəfdir bura. Bundan əlavə high time frame'lər, məsələn 4 saatlığda bir likvidasiya axtarsaq, yəni 4 saatlığın likvidasiyaları bizim üçün kifayət qədər önəm daşıyır. Məsələn, üzü yuxarı bir hərəkət buradan yoxlasaq, necə deyim, götürməyə çalışsaq, məsələn burada konsolidasiya ardından likvidasiya alıb düşüb aşağı, görürsünüzmü? Buraların baxın neçə gün ərzindəki likvidasiya yığılıb burada hərəkət zamanı. Gəlib tək kamdan hamısını təmizləyib çıxıb aşağı. Yəni görürsünüzmü? Bura bir likvidasiya səviyyəsi önəmli, dediyim kimi bayaq qeyd eləmişdim. Bura bir önəmli likvidasiya səviyyəsidir, məsələn qeyd eləsək. Onun ardından üzü yuxarı hərəkətdə bura bir önəmli likvidasiya səviyyəsidir. Eyni zamanda buralar bir önəmli likvidasiya səviyyəsidir. Görürsünüzmü? Likvidasiyalar burada üzü yuxarı fraktallar şəklində saxlanılıb. Yəni qrafik yuxarı çıxan zaman bu səviyyələri alması bizim üçün hədəfdir. Yəni eyni zamanda biz likvidasiyanı hədəf kimi də istifadə edirik. Likvidasiyanın, yəni burada fraktalda əslində məna, sadəcə o likvidasiya alımı zamanı bu fraktallar təmizlənir. Görürsünüzmü? Yəni belə baxsaq, üz yuxarı hərəkət zamanı burada inanılmaz bir pul var. İnanılmaz bir pul var. Yəni qrafik birdən-birə market makerların nəzərində günlük qrafikə baxsaq, məsələn burada çox yaxşı bir pul yaranıb. Görürsünüzmü? Üz yuxarı hərəkətlə buraları təmizləyib, gəlib burada indi hazırda konsolidasiya zamanındadır. Yəni üz yuxarı bir hərəkətlə bura qədər gəlsə, buradakı neçə vaxtlıq puldur? Ayın nə vaxtından? 27 yanvardan bəri yaranan bütün likvidasiyaları təmizləyir. Yəni bu çox yetərli bir rəqəmdir, yetərli bir qazancdır market makerlar üçün. Yəni onların qoyduğu maliyyə əsasından onu nəzərə alıram. Başqa likvidasiya anlayışı haqqında, yəni işləyişi haqqında danışdım, önəmli likvidasiya səviyyələri haqqında danışdım. Likvidasiya anlayışı çox bəsitdir, çox rahatdır. Yəni dediyim kimi burada siz marketdə işləyiş zamanı tradingi çox gözünüzdə çətinləşdirməyin. Həqiqətən çox da çətin deyil. Çətin eləyən özünüzsünüz. Yəni bunu çox insana deyirəm. Psixologiya haqqında çox maraqlı videolarımız olacaq gələcəkdə. Bununla bağlı çox dəhşət maraqlı planlarım var. Yəni likvidasiya anlayışı haqqında bu qədər. Likvidasiyanın necə işləyir, anlayışı nədir, onu izah elədim. İşləyişi nədir, onu izah elədim. Önəmli likvidasiya səviyyələri haqqında danışdım, sessionlar və high time frame'dəki səviyyələrdən danışdım. Yəni bundan əlavə öyrəndiklərimizi deyəsiniz ki, necə praktik eləyək, necə eləyək ki, biz yəni bu anlayışı daha yaxşı başa düşək. Bütün videolarımı izlədiyin zaman gedib qrafikdə onları, yəni bu gün demək olar texniki analizə ilk girişimizi elədik. Yəni bütün videoları izlədikdən sonra TradingView-u açırsınız və qoyursunuz qarşınıza. Gördüyünüz qədər burada necə deyim, likvidasiya səviyyələri, likvidasiyanın alınma yerləri və s. onların hər birini nəzərə alın. Məsələn, burada görürsünüzmü? Baxın, nə vaxtdan bəri? 12 fevraldan başlayıb düz 17 fevrala qədər. Görürsünüzmü? Burada range içində qiymət bu cürünə hərəkət eləyir. Çox şəkildə baxın, belə hərəkət eləyir. Yəni range içindədir. Ardından gəlib üz yuxarı istiqamətdə və üz aşağı istiqamətdə tək şamda, high time frame-in tək şamında gəlib buradan 4 saatlığın tək şamında buradan bunların ikisini də təmizləyib. Həmin səviyyədə baxın. Gəlin 4 saatlığa baxaq. Həmin hissəyə gələk. Buradan çıx, bir dəqiqə. Həmin hissəyə gələk. Hara getdi bu? Hə, burada. Baxın, həmin işarətlədiyim hissədir. Görürsünüzmü? High time frame-də. Burada nə qədər konsolidasiya saxlayıb tək şamda hamısını təmizləyib üz aşağı düşüb. Yəni likvidasiyanın anlayışı budur. Likvidasiya buradakı pulların alınması deməkdir. Biz ona görə pul deyirik buna. Eyni zamanda order flow-u istifadə edən zaman, order flow-u məntiqini sizə izah edən zaman bu likvidasiya anlayışı üzərindən bir dəfə də keçəcəm. Orada daha yaxşı şəkildə izah eləyəcəm. Yəni burada əsas anlayışı öyrənin, gedin qrafikdə praktikasını eləyin. Order flow zamanı sizə heç bir çətinlik yaranmayacaq. Ümid edirəm. Ən yaxşı şəkildə izah eləməyə çalışacağam sizə. Burada biraz çox qarışıqlıq oldu. Ümid edirəm fikirlərimi izah eləyə bildim sizə. Bu qədər. Likvidasiya anlayışı haqqında bu qədər. Hər hansı bir sualın olsa və s. Telegram kanalıma gələrək mənə istənilən sualı verə bilərsən. Maksimum şəkildə, operativ şəkildə cavablamağa çalışıram. Biz hər zaman aktiv, daimi olaraq gün ərzində söhbətlərimizi eləyirik. Bazar haqqında görüşlərimizi və s. eləyirik. Eyni zamanda bizim orada söhbət yerimiz var, zarafatlar və s. Yəni necə lazımdır. Yaxşı söhbətimizi eləyirik. Kimin nə sualı varsa maksimum cavablandırmağa çalışırıq. Bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.